Bismillahirrahmanirrahim. Allah Subhanahu ve Taala'ya lütfüne ve onun ehsanına göre Allah'a həmsanlar olsun. Onun razılığına dəvət edən Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve selleme, onun ailəsinə, sahabələrinə, onun hidayət yolu ilə gedənlərə və qiyamət gününə qədər Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sünnəsinə möhkəm sarılanlara Allahın salavat və salamı olsun. Və bundan sonra dəyərli qardaşlar, inşallah oxuyacağımız nəsihət Şeyx Fövzan, Şeyx Salih Əl-Fövzan Hafizahullahın fi bəyan mə yəhrumu fi haqqı saim. Oruç tutana nə ki haram olan, yəni çəkinilməsi vacib olan şeylərin beyanı haqqında vaxtımız çatdıq edən nəsihət olacaqdır inşallah. Dəyərli qardaşlar, bilməliyik ki, orucun riayət edilməsi, onunla əxlaq əldə edilməsi vacib olan ədəbləri var. Bu da ona görədir ki, oruc şəriətdə tələb olunduğu kimi tutulsun. Yəni, həmin ədəblər ona görə riayət olunmalıdır ki, şəriətdə necə tələb olunub, o cür yerinə yetirilsin. Faydaları əldə olunsun, ondan güdülən məqsəd hasil olsun və sahibi üçün sadəcə bir faydasız yorğunluq olmuş olmasın. Şeyx Salih Əl-Fövzan sallallahu deyir. Çünki Şeyx dəlil gətirir ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, səhih hədisdə Rubba saimin leysə ləhu min siyamihi illə cu'. Neçə oruç tutanlar vardır ki, onlara oruçlarından yalnız yorğunluq qalar. Allah bizi qorusun. Şeyx buyurur ki, fəleysə savun mücərrad tərkut ta'am və şəraf fəqat. Heç də oruç tutmaq mücərrəd olaraq, yəni fəqət yeməkdən, içməkdən oruç olmaq deyildir. Yəni yeməyi və içməyi tərk etmək deyildir. وَلَكِنَّهُ مَعَ ذَٰلِكَ تَرْكُ مَا لَا يَنْبَغِي مِنَ الْأَقْوَالِ وَالْأَفْعَالِ الْمُحَرَّمَةِ وَالْمَكْرُوهَ. Şeyx Salih Fövzan buyurur ki, bununla yanaşı, yeməyi, içməyi tərk etməklə yanaşı, insan gələk ona yaraşmayan, ədəbə müxalif olan sözləri və feilləri də, hansı ki haram olan, çəkinilməsi lazım olan, mübah olan, məkruh olan sözləri və feilləri də insan gərək tərk etsin. Yəni, tək bizdən tələb olunan yeməyi və içməyi tərk etmək deyildir. Necə ki, Şeyx Salih Fövzan Hafizallah gətirir ki, qalə bə'd-i sələf, bəzi sələflərimiz belə deyərdilər və həmçinin deyilib ki, Meymun İbn Mehran rahiməhullah həmçinin belə söyləyərdi ki, əhvənis siyam tərkut ta'am və şərab. Orucun ən asan olanı, ən rahat olanı yeməyi və içməyi tərk etməkdir. فَإِنَّهُ لَا يَتِمُّ التَّقَرُّبِ إِلَى اللّٰهِ بِتَرْكِ الشَّهْوَاتِ الْمُبَاهَةِ. Dəyərli qardaşlar, biz oruç tutmaqla Allah Subhanahu ve Taala'ya yaxınlaşırıq. Çünki oruc əzəmətli bir ibadətdir. İnsan ibadət etməklə, dua etməklə, qurban kəsməklə, nəzir verməklə, qorxu və digər ibadətin növləri ilə Allaha yaxınlaşır. Yəni, sənin misal üçün qurban kəsməkdə olan əsas məqsədin nədir? Təqarrub ilallah, Allaha yaxınlaşmaqdır. Bu ibadətlə sən Allaha yaxınlaşırsan. Oruz da belədir. Sən yeməyi və içməyi və digər haram olan şeylərdən çəkinməklə bununla Allaha yaxınlaşmış olursan. Şeyx də buyurur ki, sadəcə kifayət etmir tək yeməyi və içməyi tərk etmək. Təqarrub ilallah, şeyx buyurur ki, Allaha yaxınlaşmaq haram olan şeylərdən və məkruh olan şeylərdən çəkinməklə tamamlanır. Yəni, sadəcə yeməkdən, içməkdən çəkinməklə tamamlanır. Barakallahu fikum. Vəl-muslim və in kənə vacibən aleyhi tərkül haram. Şeyx buyurur ki, müsəlmana haramları tərk etmək hər zaman vacib olsa da, oruclu vaxtı bu, daha da şeyx buyurur ki, əkid, daha da təkid olunur ki, o haramlardan uzaq dursun. Fəllezî yef'alul haram fi gayri vakti siyam ye'themu ve yestahikul uquba. Şeyx buyurur ki,
orucluya da günahlardan, haram olan şeylərdən çəkinmək vacibdir, qeyri vaxtda da hər kəsə vacibdir. Əgər insan, Şeyx Salih buyurur ki, əgər insan haram olan şeylərdən qeyri vaxtda çəkinirsə, niyə, nə üçün? Çünki Allah Subhanahu ona haram edib, günah var, uqubəti var, yəni cəzası var bu dünyada. Eyni ilə də deyir, oruclu çəkinməlidir və bunda daha üstündür orucun halında. Niyə? Çünki Şeyx gətirir ki, həmçinin günahdır, həmçinin cəzası var, həm bu dünyada, həm axirətdə oruclunun bilə-bilə günah etməsində və həmçinin onun tutduğu oruc ola bilsin ki, Şeyx deyir ki, batil olur. Ən yaxşı halda orucu naqisləşdirir, oruclunun etdiyi günah. Allah bizi qorusun. O saim həqiqə, əsl olan həqiqi oruç tutan kimdir? Şeyx buyurur ki, Huvə mən samə batnahu anişşərab və təam və samət cəvarihihi anil əthəm. Əsl oruç tutan o şəxsdir ki, mədəsi, qarnı yeməkdən, içməkdən və əzaları günah olan şeylərdən çəkinənin orucudur. Əsl oruç tutan odur. Və samə lisənihi anil fəhş və radiyil kələm. Əsl o şəxs oruç tutur ki, dili ilə oruç tutur. Necədir dili ilə oruç tutmaq? Fuhuş olan, radi pis olan kəlmələrdən dilin qoruyur, dilin oruç tutur. Yəni pis kəlmələr, fuhuş olan kəlmələri işlətmirsən. Və samə səm'ahu an istima'il əğani vəl məazif vəl məzamir və kələmil muxtəb. Şeyx həmçinin buyurur ki, həmçinin qulağınla oruç tutmuş olacaq. Əsl oruç tutan. Nə deməkdir o? Musiqiyə qulaq asmayacaq. Çalğı alətlərini eşitməyəcək. Uzaq duracaq bunlardan. Baxın, qardaşlar, diqqətli olmalıyıq. Orucda halda telefon əlində olanda ehtiyatlı ol. Televizor olanda, bilgisayar olanda ehtiyatlı ol, diqqətli ol günan. Qulağınla musiqi eşitmiş olarsan. Gözlərinlə haramı görmüş olarsan. Belə olduğu halda nə olacaq? Sən günah qazanmış olacaqsan. Oruc olmadığın vaxtdan daha üstün olacaq günahın. Çünki Ramazanda, necə ki İbn Rəcəb Rahiməhullah söyləyir ki, Ramazanda edilən günahlar digər aylarda edilən günahlardan daha uqubəti daha ağırdır, cəzası daha şiddətlidir. Heç də sənin Ramazan oruclu günlərində günaha baxmağınla digər aylarda oruc olmadığın halda günaha baxmağın eyni deyildir. Allah bizi qorusun. Və həmçinin Şeyx deyir ki, əsl oruc tutan o şəxsdir ki, dili ilə oruc tutacaq. Necə? Qeybət eləməyəcək. Nəmmamlıq eləməyəcək. Qeybət ediyənə və nəmmama qulaq asmayacaq. Və samə bəsarihi anin nəzrə iləl haram. Və həmçinin də gözü ilə oruç tutacaq. Necə? Haram olan şeyə baxmayacaq. Əs-saimun həqiqa. Həqiqi oruç tutan bax bu şəxsdir. Heç də sənin həqiqi orucun yeməkdən və içməkdən mücərrəd deyildir, xali olmağı. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisin gətirir Şeyx Fövzan. Hafizahullah buyurur ki, Allah Rasulü Mən ləm yədə qavləz-zur vəl-əməl bihi fəleysə lillahi həcə fi ən yədəə təaməhu və şərabəhu. Kim yalan danışmağı və yalanla əməl etməyi tərk etməzsə, Allah Rasulü buyurur, Allahın onun yeməyi və içməyi tərk etməyinə ehtiyacı yoxdur. Demək ki, oruc mücərrəd olaraq yeməyi və içməyi tərk etmək demək deyildir. Və həmçinin Şeyx söylər ki, İnnəhu yecibə aləs-saim ən yectənibəl-qeybə və-nəmimə və-şətəm. Həmçinin oruç tutanın üzərinə vacibdir ki, qeybətdən çəkinsin, nəmmamlıqdan çəkinsin, söyüş söyməkdən uzaq olsun. Söyüş söyməməlidir ümumən müsəlman. Qaldı ki, oruç tutan. Və dəlili gətirir Şeyx Salih Fövzan. Abu Hureyra radiyallahu anhu rəvat edir ki, Allah Rasulü belə demişdir. İzə kənə yevm-i savmin əhədukum fələ yərfəz və lə yəkəl. Sizdən biriniz oruclu olduğu gün pis sözlər danışmasın
Və la yəkəl cahillik eləməsin. Fəin əgər sizdən birinizə döyüşmək, dalaşmaq, kimsə ki sizdən birinizlə döyüşər, dalaşmaq istəyərsə və yaxud söyüş söyərsə, Allah Resulü ki, fəliyəqul inni saim. O zaman söyləsin ki, mən orucam. Heç də dalaşmayacaqsan. Heç də sən də söyüş söyənə söyüşlə cavab verməyəcəksən. Sadəcə deyəcəksən, inni saim. Mən orucam. Allah qəlbinə qorxu salacaq onu. Və fi sahihin həmçinin Buxari və Müslim rahiməhullahın, Allah onların hər ikisindən razı olsun, rəvayət etdiyi hədisdə gəlir ki, Abu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm rəvayət edir ki, Əs-siyam cünnə fə-izə kənə yevmu səvmin əhədukum fələ yəlfəz və lə yəfsuk və lə yəşhəl. Oruz, Allah Resulü buyurur ki, bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün pis sözlər danışmasın. Fasik olan əməllər, günahlar, kəlmələr istifadə eləməsin, yəni günah etməsin. Və lə yəkəl, nə də cahillik etməsin. Əgər fəin səbəhu əhəd fəliyəqul, əgər kimsə onu söyərsə orucunu, desin ki, mən oruz tutan kişiyəm. Fikir verin, Allah Resulü yolunu necə öyrədir. Əgər kimsə söyərsə, söyməyəcəksən, qardaş. Deyəcəksən ki, mən oruz tutan kişiyəm, Allahdan qorx. Hədisdə keçir ki, oruc cünnə, qalxandır. Nə deməkdir? Qalxan, mən yəsturu sahibəhu və yəmnəu ən yusibəhu silah qayrihi. Qalxan, yəni odur ki, onun sahibin qoruyur. Düşmənin silahından qoruyur onu. Qalxan onunsundur. Yaxşı, oruca niyə qalxan dedi Muhammed sallallahu aleyhi və səlləm? Çünki oruc sahibin hansı ki cəzası olan, şiddətli olan günahlara düşməkdən qoruyur. O günahlar ki, həm bu dünyada veriləcək, həmçinin də ki, axirətdə. Oruc bununla sahibin qorunmuş olur. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Əs-siyamu cünnə. Oruc qalxandır. Və həmçinin Allah Resulü buyurdu ki, pis sözlər, ifadələr danışmasın. Ədəbə zidd olan kəlmələr söyləməsin. O da nədir? Huvəl fəhş, fuhuş kəlmələrdir. Bilirik hansı ki, o ədəbsiz kəlmələr var. Ümumən insana yaraşmaz, müsəlmana yaraşmaz o kəlmələrdən istifadə eləsin. Xüsusilə də orucunda diqqətli olmalıdır. Yenə təkrar edirəm, Allah Resulü buyurur ki, onlardan istifadə edən, yalandan, ona əməl etməkdən, pis sözlərdən, fasiklikdən, cahillikdən istifadə edən kəsin orucuna Allahın ehtiyacı yox. Allah Resulü buyurur ki, İnnəs-siyam cünnə. Həqiqətən, oruc qalxandır. Mə ləm yaxruqhə. Əgər o qalxan, yəni nə qədər ki qalxan deşilməyin. Peyğəmbər sallallahu aleyhi və səlləm qısa kəlmələr danışardı, cəvamil kəlim adlanır. Böyük bir mənanı əhatə edərdi hədisi. O da yalnız Muhammed sallallahu aleyhi və səlləmə verilmiş xislət idi. Baxın, bu da həmsinin qısa kəlmələrdəndir. Allah Resulü buyurur ki, qalxandır, nə qədər ki o qalxan deşilməyin. Sahabələr dedilər ki, qilə, bimə yaxruqhə. Ey Allahın Resulü, o qalxan nə ilə deşilir? Qalə Allah Resulü buyurur ki, bi kəzibin əv qeybə. Qalxan yalan və qeybətlə deşilir. Yəni, sən nə qədər ki, yalan danışmayacaqsan oruclu halda və qeybət etməyəcəksən, sənin orucun qalxan olur. Yəni, səni qoruyur günaha düşmək. Və həmçinin şəxs gətir ki, fəfi həvə dəlilun alə ənəl qeybə təxruqus siyam. Bunda dəlil var ki, bu ayədə qeybət orucu neynir? Deşir. Nə deməkdir? Əyyu'thər fihi və yaxud oruca təsir edir. وَلِجُنَّ إِذَا إِنْ خَرَقَتْ لَمْ تَنْفَى صَاحِبُهَا. Əgər qalxan deşilmədiyi müddətdə sahibinə fayda verəcək. Yəni sən yalan danışmadığın, qeybət etmədiyin müddətdə sənin orucun sənə fayda verəcək. فَكَذَلِكَ السِّيَامُ إِذَا إِنْ خَرَقَ لَمْ يَنْفَعْ صَاحِبَهَا. Oruc da həmsinin. Əgər, dediyimiz kimi, əgər qorunsan, bu zaman sənin orucun qalxan olacaq və səni qoruyacaq. Və həmsində qeybət. Allah Resulü buyurdu ki, sahabələrə ki, nə zaman deşilir? Deyir, yalan və qeybət etməklə. Yalan danışma və qeybət etməklə. Qeybət kəmə bəyyənəhən Rasul sallallahu aleyhi və səlləm. Necə ki, Allah Resulü bəyan edib qeybət nədir? Tərifin Muhammed sallallahu aleyhi və səlləm gətirir ki, zikruka əxakə
bimə yəkrahu. Qardaşını xoşlamadığı şeylə xatırlamağındır, danışmağındır. Hansı ki, o şeyi ki, qardaşın xoşlamayacaq. Xoşlanmır o sözləri danışmaqdan. Hətta alimlər deyiblər ki, hətta yanında olsa belə, heç də yəni o olmadığı vaxta xas deyil. Bir sözlə qardaşımın xoşlamadığı şeyi danışmaq mənə qadağandır. Və həmçinin Şeyx buyurur ki, "Vəcənnəhə tuftirus saim." Qeybət orucu gəlib ki, sünnədə orucu batil edir, qeybət etmək. Harada gəlir? İmam Əhməd rahimehullah müsnədində rivayet edir. 30 min təkrarsız hədis olan müsnəddə rivayet edir. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına onun dövründə iki qadın gəlir. Oruç tutmuşdular və susuzluqdan sahabə deyir ki, az qala öləcəkdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə olan halı xəbər verildi. Lakin Allah Rəsulü üz döndərdi o iki qadından. Sonra yenidən Peyğəmbər sallallahu aleyhi və səlləm xatırlatdılar həmin iki qadını. Və bu zaman Allah Rəsulü əmr etdi ki, onları çağırın və qussunlar. Şeyx Fəvzan Hafizallah deyir ki, bu Allahın öz Rəsulunun əli ilə göndərdiyi möcüzələrdən idi. İki qadın gətirildi, onlar bir qab dolusu deyir, irin, qan və çiğ ət qusdular. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, bu ikisi Allahın onlara halal etdiyi şeylərdən oruç tutmuşdular. Lakin Allahın onlara haram etdiyi şeylərlə oruclarını açdılar. Sonra Allah Resulü buyurur səbəbin. Çünki onlar deyir, bir yerdə olduqda, bir yerə gəldikdə müsəlmanların qeybətini eləyərdilər. O iki qadın oruclu olduğu halda bir yerdə oturduqda müsəlmanların qeybətini eləyərdilər. Bu da dəlildir. İmam Əhməd rahimehullah rivayet edir. Və bilmək lazımdır ki, Allah Subhanahu va Taala qeybəti haram edir. Hucurat surəsi 12-ci ayədə uca Rəbbimiz buyurur ki, Əuzu billahi mineşşeytanirracim və la yəğtab ba'dukum ba'da. Bir-birinizin qeybətini qırmayın. Allah Subhanahu buyurur ki, Əyyuhibbu əyyəkulə ləhmə əxihi meytən. Əgər sizdən biriniz ölmüş qardaşının ətin yemək istəyərmi? Qeybətin misalı budur. Qeybət, necə ki, şeyx dedi, və digər günahlar Ramazandan savayı günlərdə də haramdır. Lakin oruclu olduğun halda daha şiddətlidir uqubəti, cəzası və həmçinin ey oruç tutan, sənin orucun ola bilər ki, batildir və Allah qorusun ən yüngül halda orucun naqisdir, yəni. Ondan götürdüyün az bir şey olacaq. Vəqəd dəlləl hədis alə ennəl qeybə tuftirus saim. Şeyx buyurur ki, hədis dəlildir ki, qeybət orucu pozur. Necə pozur? Diqqət edək. Və huvə tuftir mənəvi. Mənəvi pozur orucu. Heç də yəni gedib bir gün qəza tutmayacaq. Nə də kəffarə verməyəcək. Mənəvi pozur. Nə deməkdir? Butlən-i thəvab indəl cumhur. Cumhur alimlərə görə, alimlərin çoxluğuna görə qeybət etmək orucu batil edir, yəni onun savabını naqisləşdirir, azaldır. Hətta ola bilər ki, şeyx deyir ki, savab qalmasın ona, Allah qorusun. Allahdan istəyirik ki, Allah Subhanahu va Taala bizim oruclarımızı, qiyamlarımızı qəbul etsin. Allahdan istəyirəm ki, Allah Subhanahu va Taala bizim əmin-amanlığımızı artırsın. Allahdan istəyirik ki, Allah Subhanahu va Taala bu xeyir əməllərdə bizləri yarışan qullarından etsin. Ölkəmizi, rayonumuzu əmin-aman etsin. Allahumma amin. Bizdən qəbul etkinən. Subhanakallahumma və bihamdika və əşhədu en la ilahe illə ent və estağfiruka və etûbü ileyk.